Noyabr ayında həyatlarının ən doğru və taleyə yüklü qərarını verəcək bürclər bunlardır. Buğa, uzun müddətdir tərəddüd etdiyin bir məsələ ilə bağlı qəti addım atacaqsan. Bu qərar sənə həm maddi, həm də mənəvi rahatlıq gətirəcək. Məsləhət, özünə inan, çünki bu dəfə ürəyinin səsi səni doğru yerə aparacaq. Əqrəb dərin düşüncələrdən sonra həyatını dəyişdirəcək bir qərar verəcəksən. Bu ya münasibətlər, ya da karyera ilə bağlı ola bilər. Məsləhət, keçmişi bağla, yeni başlanğıclara yer aç. Oğlaq, iş və maliyyə sahəsində verəcəyin qərar səni yüksəldəcək. Uzun müddətli sabitlik qazanacaqsan. Məsləhət, qorxma, bu dəfə risk sənə xeyir gətirəcək. Tərəzi, nəhayət ürəyinlə ağlının ortasında tarazlıq tapırsan. Həyat tərzini dəyişəcək bir seçim edəcəksən. Məsləhət, qərarını başqalarının fikrinə görə deyil, öz rahatlığın üçün ver. Balıq, ruhani oyanış və daxili sakitlik dövrünə girirsən. Qərarların səni uzun müddətli xoşbəxtliyə aparacaq. Məsləhət, ürəyinin çağırışını dinlə. Bu dəfə kainat səni